Zühur barədə başlanan bu videonu Mehdinin insanlara öz müraciəti ilə başlayacağım. Alim və adil Allahın möcüzələrindən xəbərdar olduğu halda, nədən bir daha xəbərdar edilir deyə düşünən hər kəs bu sualı nə mənə, nə də bir gün hadisələr zamanı şahid olub inkar etdikləri üçün bir daha qarşılaşa biləcəkləri varlıqlara daha çox nə üçün etdiyini bilən, hər şeyi görən, eşidən, sonsuz qüdrət, sirli və dərin hikmət sahibi olan əziz Allahla aralarında olan münasibətlərə versinlər. Mehdi müraciətində bildirir ki, zühurun baş vermə səbəblərini məndən soruşmasınlar. Bu Allahın hökmüdür. Allahdan soruşsunlar. Zühur nə vaxt baş verdi? 19 oktyabr 2016-cı il tarixindən 4 mart 2017-ci il tarixi ərzində Azərbaycanda zühur əlaməti olaraq 3 insanla bağlı baş verən bir çox sirli hadisələrin müəyyən qismlərindən bəhs edən bu yazının əsası xüsusi ardıcıllıqla baş vermiş hadisələr zamanı isə digər varlıqlardan fərqli olaraq həmçinin onları qoruyan ilahi varlıqlar kimi mənsub olduqları bədəndə daha çox hadisələr qurtaran vaxta qədər qalan və əziz Allahın hikmətini insanlara çatdıran Sonanın bədəninə gələn su, Aminənin bədəninə gələn billur, Samirənin bədəninə gələn Samirə iki tərəfindən qeydə alınmışdır. Onu da bildirim ki, bu üç qız hərəsi bir dini təmsil edirdi. Su Yahudiliyi, billur xristianlığı, Samirə 2 isə müsəlmançılığı təmsil edirdi. Su Yahudiliyi təmsil edən qızın bədənində zühur qurtarana qədər qalmışdı. Tövbə etmiş cin tayfasındandır. O qızın bədənində uzun müddət qalmış, onu şər qüvvələrin təsirindən qorumuşdur. Su ayə sözünü Əzaminə dəfələrlə demişdir. Bununla Əzaminə ayə gələcəyinə işarə vermişdir. Suyun bədəninə adı bilinən iblis cin tayfasından olan adı bilinən iblis cin tayfasından olan 26 varlıq gəlmişdir. Onlar tövbə deyib müsəlman olmuşdular. Yahudiliyi təmsil edən bu qızın bədəninə müqəddəs ruhlar da gəlmişdilər. İlk gələn müqəddəs varlıq bir mələk olub. Bu varlıq Peyğəmbərin qızının şərəfinə adını Zəhra qoyulmasını istəyib. O məqamı çox uca olan mələkdir. Bundan başqa bu qızın bədəninə müqəddəslərdən Məryəm ana, İbrahim Peyğəmbər, İsa Peyğəmbər, Məhəmməd Peyğəmbər, Zəhra mələk təkrar gəlib. Mələk 3 Yusif Peyğəmbər, Əlzaman Peyğəmbərin ruhu gəlib. Furqanda Əlzaman Peyğəmbər barədə əziz Allah Mehdiyə rağmen buyurur. Mehdinin kimliyi barədə yanlışlığa yol verənlər biləcəklər Mehdi kimdir. İnanmayanlara Mehdinin kimliyini Allah bu ayədə işarə olaraq bildirir. Ey yaranmış və yaradılan, ey layiq edilmiş və layiq edilən, haqqında eşitmədiklərini artıq mələklərdən dinləyib, qəbul etmək istədikləri həqiqətə Mehdinin zuhur edə bilmiş olmasını, Əlzaman Peyğəmbər barədə inkar edənlərə sənin ibadət üstə özünü tanımağına, Allahın isə onları tanımağa ehtiyacı yoxdur. Biz səndən aldıqlarımızı, sənin ruhunu bilmədiyin halda onlara danışdırdıq və geri göndərdik. Allah Əlzaman Peyğəmbərin mövcudluğunu, onun ruhunun bədəndən ayrıldığını və başqa peyğəmbərlərin və müqəddəslərin ruhunun buyurulan bədəndə tanındığı kimi, onun da ruhunun başqa bədəndə tanındığını bildirmişdir. Bundan başqa, Allah Mehdinin, yəni Mehdi sahibi Əlzaman Peyğəmbərin ruhunu bir neçə dəfə bədəndən ayırıb miraca göndərmişdir və sonra geri qaytarmışdır. Yəni, danışdırıb geri qaytarmışdır. Zuhurda möcüzəvi hallardan biri də bu idi ki, qızların birinin bədəninə şər qüvvələr gəldiyi zaman, digər qızın bədəninə müqəddəs ruhlar gəlib, şər qüvvələrə tövbə dedirib müsəlman etdirirdilər. Bu hallar dəyişə də bilirdi. Yəni, əksinə, hansı qızın bədəninə şər varlıq
gəlirdisə, digər qızın bədəninə müqəddəs varlıqlar gəlib, o şər varlıqlara tövbə edirib müsəlman etdirirdilər. Beləliklə, yahudiliyi təmsil edən bu qızın bədəninə gəlib, müsəlmançılığı təmsil edən qızın bədənində olan şər varlıqlara tövbə edirən müqəddəs varlıqlar bunlardır. Zəhra mələk, İbrahim peyğəmbər, Məhəmməd peyğəmbər, Məryəm ana, İsa peyğəmbər, Əzaman peyğəmbər, Əzamin ruhu, Yusif peyğəmbər və müqəddəs ruhlar müsəlmançılığı təmsil edən qızın bədənindəki şər qüvvələrə tövbə edirmişlər. Müsəlmançılığı təmsil edən bu qızın öz bədəninə gələn müqəddəslər bunlardır. Həzrət Əli, Məryəm ana, Fatimə-i Zəhra, Süleyman peyğəmbər, İdris peyğəmbər, Mələk, İsa peyğəmbər, Cəbrail əleyhissalam, Əyyub peyğəmbər, Yaqub peyğəmbər, Sahibə xanım, İdris peyğəmbərin qızıdır. Yaqub peyğəmbər. Bunlardan başqa bu qızın bədəninə 51 varlıq gəlmişdir. Xristiyanlığı təmsil edən qızın bədəninə isə 5 varlıq gəlmişdir. 3 qızın bədənində təxminən adları bilinən 300-ə yaxın cin şeytan iblis tayfasından olan müxtəlif varlıqlar tövbə ediblər. Adları bilinməyən varlıqlar bu qızın bədənində 1300, o birisi qızın bədənində 1200 olubdur. Bu adsız varlıqlara tövbə etdirən şəxs, ağa varis, Allahın yer üzündə gözə görünən mələyi, 21-ci əsrin ilahi nümayəndəsi olub. Niyə 21-ci əsr? Çünki onun doğum tarixi 1972-ci il tarixidir. Zuhurda batin aləm zahiri aləmə təzahür edir. Zuhur edir. Bundan sonra edəcək və edir. Sadəcə insanlar bunları görmürlər.